Zahidə xanım, necəsiniz? Can, çox sağ ol. Siz necəsiniz? Təşəkkür edirəm. Lamiyə Mən xanımın sevdiyim xanım. Təşəkkür edirəm. Lamiyə xanımın efirindən sonra necə ola bilərik? Gözəl, Çox gözəl verilişdir. gözəl. O qədər gözəl oldu ki, hələ mən arzu edirəm ki, bütün verilişlərimiz bax belə gözəl olsun da, cana yaxın. Oradan çıxanda özümüzü pozitiv, xoşbəxt hiss edək. Necə ki eləyik. Aha. Zahidə xanım, efirdə də sual verdim, burada da sual verirəm. Sizin bugünkü gündə yenidən qayıtmağınız və kütləni yenidən ələ almağınız sizə çətin olmadı ki? Yox, bir daha mənə yəni sübut olundu ki, boş-boşuna həyatımı yaşamamışam. Aha. Hara getdim, sevgi ilə qarşılandım. Dedilər, hardaydın? Zahidə xanım hardaydın? Bax, toylarda rastlaşanda, efirlərə çıxanda, Aha. sosial şəbəkələrdə artıq o səhifələrim ki, açıldı. Aha. İnanın Allaha, hamısında oxumuşam. Aha. Oxuyub kövrəlmişəm, axırda oğlum telefonu əlimdən alıb. Ana, bəsdir də, deyirəm ki, Səmra, gəl oxu, gör anlaya nələr yazırlar, hamısını oxumuşam. Yəni Mən çox sevirəm xalqımı. aha, nə gözəl. Çox bir məsafə qaldığınız üçün peşman deyilsiniz ki? Yox, bir daha həyat mənə öyrətdi ki, Aha. yaxşı həmişə yaxşıdır. Aha. Bundan sonra Zahidə xanım uzun müddətli fasilə verə bilər? Yox, əstəğfurullah. Düzdür, onu ancaq Allah bilər, qurban olduğum. Aha. Mən həmişə Allaha yalvarıram ki, Aha. yəni sənə sığınmışam da, Aha. anamı da itirmişəm, atamı da itirmişəm, düzdür, ailəm var, amma qurban olduğum, mən sənə sığınmışam. Mən heç kəsinə işim yoxdur. Mənlə də heç kəsin işi olmasın. Aha. Başımı salım aşağı, Aha. efirimə, toyuma gedim, övladıma necə ki çörək qazanıram. Zahidə Halal xanım, zəhmətimlə. Bunu bugünkü davam gündə edirik. aha, o illərdən yaddaşımızda qalan mahnıları yenidən xatırlatma olaraq yeni aranjmanda təqdim etmə fikriniz var? Bəli, bəli var. Qeyd edim ki, sizin bacınızın qızına dəstəyiniz var. Bəli, gülüm. Aha. Necə oldu xanıma dəstək oldunuz? Siz necə, Asiya xanım? Bəzi məşhurlar var ki, qohumlarına dəstək Olurlar. çıxmırlar. Mən çox Niyə acıqlı- elədi? Nəyə görə? Mən acıq gəlir. Bəzən olur, inanırsınız ki, yeri gələndə mənim onlarla münasibətim yoxdur. Ağlayıram. Mən uşaq kimi mənim ürəyim. Ola bilər mənim yaşım neçə olur olsun, amma mənim ürəyim uşaq ürəyidir. Aha. Bilmirəm niyə, bəlkə xasiyyətimdən bura gəlir. Aha. Qınayıram ki, dəstək olundu. Mən heç Aha. dəstək olundu. Mən inanırsınız ki, gülünü evdən çıxardıram, zəng edirəm, çox xəbər Hansı ki olmur. güclə məni aparırdı atrafına. Aha. Sənəti var deyə dəstək olursunuz, yoxsa Necə? sənəti var? Əlbəttə ki. Aha. Efirdə dinlədim, yanğılı Mən səsi bacımın var. qızı olmasına baxmayaraq mən özüm onun fanatıyam. Aha. Mahnılarım dinləyib ağlayıram, deyir ki, xala ağlama, gələn kövrəlirəm. Aha. Belə bir xaladan harda var? Səndən keçibdən mənə bir düşməsin. Sənin yolunu davam edə. Amma gülü indiki zamanə üçün çox sakit olduğu üçün, Aha. indi sakit olmaq, yəni sakit olanlar getmir axı qabağa. Aha. Gülüm, bəzi hallarda olur ki, dəstək olurlar, amma qədri bilinmir. Gülüm qədrinizi biləcək. Gülü mənə nəfəs alır. Biz bir yerdə ömür boyu uşaqlıq. Tutaq ki, mənim qəlbimə kimsə dəysin, məndən qabaq gülü artıq araşdırır, kimdir o? Aha. Artıq biri var. Bizim qəlbimizdə deyil. Bax demirəm onun bizim. İlk dəfə, aha. Demişəm, yoxsa yox. Siz duet oxuya bilərsiniz, xala bala. İlk Oxuyacağam. dəfə ola bilər bu. Biz həm duet ortağım var, Əli, mən Gülü yeni ilə mahnı hazırlayırıq. Ah, İlk hətta. sənədidik. Nə gözəl. Aysel xanım. Gəlsin, gəlsin, o da gəlsin. Sevdiyim üçün ilk siz biləcəksiniz. Əlişqanın da səsini dinlədik, duetinizi dinlədik. Çox mükəmməl duetiniz var. Uğurlar arzu edirəm sizə. Tanışlığınız necə oldu? Mən Zahidə xanımı 15 ildir tanıyıram. Aha. Yəni mən Zahidə xanımın əlində böyümüşəm, bu sənətdə Zahidə xanımla bəhrələnmişəm. Aha. İllər öncədən deyim, tələbəlik vaxtlarımdan mən necə Əlimdə böyümüsən, dinlə biraz. Yəni Çıxır, yanımda, sənətdə. Səmra'nın 1 yaşı vardı. Bəli. İndi 16 Yəni yaşı var. sözümü nəyə gətirəm? Zahidə xanımın oxuduğu məkanlara gedirdim, Zahidə xanım mənə dəstək olurdu, mahnılar öyrədirdi, Səsi oxuyurdu. çox şirin idi elə uşaq vaxtından. Yəni illər keçdi, əsgərlik baş qarışdı, ora bura sonra Zahidə xanımı gəldim yerindən tapdım. Allah var Və eləsin. Aysel Nə yaxşı qəbul mənim etdiniz. yanıma gələndə Aha. Onda poplar müğənnilər yəni ətrafımızda olurdu. Aha. Şou proqramında. Məsələn bir dənə görsən ki, kimsə deyir ki, olmaz. Deyirəm, susun. Uşağın yaxşı səsi var, dəstək olaq. Niyə elə edirsiniz? Aha. Özü də yəni. Dəfələrlə əhvalım olub oturmuşum belə səhvdə evlərdə. Aha. Ne olub deyir ki, qabağıma yemək qoy deyə istəyirəm, o mənə də məndə belə. Sonra deyib ki, nə olub oğlum sənə? Deyim Zahidə xanım, ben bir də o gəlib də yəni. Aha. Nə kim dedi sənə? Kim də xətrələyib ki, söyləyirdi. Nə gözəl. Deyirdi ki, de görüm kimsə səni. Mən şanlı çoxsa deyil insanların qəlbini heç kim deyə bilməz. Bax, Aysel xanım, İlk sizə öncə kimsə ən dəysin gözəl görənlərdə. o adamı.
Artıq sən bilmədən mən o əldə eləyəcəm. Aa, bürcünüz nədir? Oğlar. Ay nə gözəl. Bağlısınız dosta, ətrafa, sevdiklərinizə bağlısınız. Mən bunu Xoşqədəm xanımdan bilirəm. Ona görə ürəyimiz təşəkkür edirəm. Var olasınız. Minnətdaram hər birinizə. Hər birinizə uğurlar arzu edirəm. Allah sizə çox görməsin. Aysel xanım, sizi sevirik. Sağ olun. Keçin var. Sağ ol.